Bankda hesabın açılması məqsədilə şəhadətnamə dublikatın alınması üçün ərizənin onlayn tərtib olunması və göndərilməsi qaydası. Bu videoçarxda istifadəçi tərəfindən bankda hesabın açılması məqsədilə şəhadətnamə dublikatın alınması üçün ərizənin onlayn tərtib olunması və göndərilməsi prosesi əks etdirilir. Bunun üçün Dövlət Vergi Xidmətinin e-Taxes.gov.az internet saytına daxil olaraq açılan pəncərənin yuxarı sol tərəfində yerləşən giriş düyməsi sıxılır. Sistemə giriş səhifəsinə Dövlət Vergi Xidməti tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə daxil olmaq mümkündür. İstifadəçi qeyd edilən vasitələrdən birini seçir və müvafiq məlumatları daxil edir. Bölmə xanasında siyahıdan onlayn kərgüzarlıq və elektron vergi hesab faktura seçilərək daxil ol düyməsi sıxılır. Giriş uğurla başa çatdıqdan sonra sistemin menyusunda yeni müraciət bölməsi seçilir. Həmin bölmənin kimə siyahısından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, müraciətin növü siyahısından ərizə, sənədin növü siyahısından banklarda hesabın açılması üçün şəhadətnamə dublikatın verilməsi seçilir və qəbul düyməsi sıxılır. Açılan pəncərədə bankda hesabın açılması məqsədilə şəhadətnamə dublikatın alınması üzrə ərizə forması çıxır. Vergi orqanı, vergi ödəyicisinin adı, vergi ödəyicisinin vöyünü xanaları sistem tərəfindən avtomatik qeyd olunur. Bankın adı xanasında siyahıdan hesabın açılması üçün müraciət ediləcək bankın adını, filialın adı xanasında isə bank hesabı filialda açılacağı təqdirdə bank hesabının açılması üçün müraciət edəcəyiniz bankın filialının adını seçərək daxil edirsiniz. Hesabın növü xanasından siyahıdan açmaq istədiyiniz hesabın növünü seçirsiniz. Cari hesab, dövlət və bələdiyyə orqanlarının, hüquqi şəxslərin, onların filial nümayəndəlik və digər ayrıca bölmələrinin, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların maliyyə təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılır. Cari subhesablar, hüquqi şəxslərin filial və nümayəndəlik statusu daşımayan və olduğu yerdən kənarda yerləşən struktur bölmələrinə açılır. Əmanət hesabları Azərbaycan Respublikasının mülki məcəlləsinə uyğun olaraq bank əmanəti müqaviləsinə əsasən müştərilərin bank əməliyyatlarının aparılması üçün açılır. Müxbir hesablar bankların özlərinin və müştərilərinin bank əməliyyatlarının aparılması məqsədilə yerli və xarici banklar üçün açılan hesabdır. Suda hesabları bankın müştərilərə verdiyi kreditlərin uçotu, kredit müqaviləsində nəzərdə tutulduğu hallarda isə kredit vəsaitlərinin istifadəsi və ödənilməsi ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılır. Hesab növünü seçdikdən sonra valyuta xanasından açılacaq hesabın milli və ya xarici valyutada növünün birini seçərək daxil edirsiniz. Bütün məlumatlar doldurulduqdan sonra irəli düyməsi sıxılır. Məlumatların doğruluğuna əmin olduqda təsdiqləmək üçün qəbul düyməsi sıxılır. Sonda bağla düyməsi sıxılır və bununla da ərizə tamamlanmış hesab edilir. Qeyd: Bank idarəsində hesab açmaq üçün verilən şəhadətnamə dublikat alındığı tarixdən 10 gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir.